Salam aleykum. Hər birinizi salamlayıram. Pərviz həkimlə bərabərik. Çox gözəl insandır. İşini bilən mükəmməl insandır. Hamınız bilirsiniz. Pərviz həkimi tanınmağa ehtiyac yoxdur. Bax bu çox gözəl Pərviz həkimin özünündür turba. Mən kişinin deyildi, bu biraz bahalıdır bu. Demək, çoxunuz deyirsiniz ki, elədik turba idmanın bizi ağrıtdı, ağrıyırıq. Yəni mən deyirəm ki, bu ən yaxşısı həkim özü izah eləsin. Niyə ağrıyırsınız inşallah? Salam hörmətli izləyicilər, bizi tanıyan xalqımız. İlk öncə düzdür, bizim qardaşım Şəmcəmin çəkib göstərir, o plasmas turbalardan istifadə edəcək. Nəyə görə bunu tərcih edirəm? Çünki bildiyiniz kimi burada bəzi deyir kanallar vardır və bəzi elastik formada həm yumuşaqdır, rahatdır, incitməyəndir. Amma həm də lazımı qədər, lazımi nöqtələrə basıcı bir variantı vardır. Siz bunu boyun ardına qoyduqda bu şəkildə başınızı döndərdikdə artıq bu nöqtələrdən bəllidir ki, sizin buradakı o belə deyim, beyin sümüklərinə, beynin içinə gedən, boyundan gedən, beyni yollarda, qan yolları, damarları açan, həmin o beyinə göndərilən qanı, o damarlar çox gözəl açıldığı üçün, orada bəzi nöqtələr vardır. Onlar beynə yaxşı qidalandırdığı üçün bunu tərcih edirik. Yəni nişin də o vaxt bəlkə bundan olmayıb, indi o nişi sistemində. Adi məsələn bir əski parçası olub, nə olub sonra qoyubdur məsələn. Mənim qardaşım da götürüb bir dənə turba tapıbdır, 70'lik. Ondan 75'likdən istifadə edik. Müasir dövrdür bilirsiniz yəni. İmkanınız var, alın. Elə də bahalı bir şey deyil, 15 manatlıq şeylərdir məsələn alırsınız. Zaten həmişə sizə istifadə olunur. Bu nəinki tək boyuna, kürək arxasına, ondan sonra ayaqların arxasına, hətta ayaqları qoyub altında beləsinə, ayaqları da üstünə durub masaj eləmək olur. Yəni çox effektli bir şeylərdir bunlar. Bunlardan istifadə edin. Bəzi insanlar evdə hərəkətsiz qalırlar, yaşlı nənələr var, analar var, əmilər, dayılar. Bunlar daha gözəl istifadə edə bilərlər ondan. Və istifadə qaydasını mən istəyirəm göstərəm ki, nə cür eləsələr daha effektli olsun deyə. Və onun boyun əzələsindən buradan başlayaraq diz arxasına qədər əzələlərdə bir dənə yastı əzələlər var hər iki tərəfdən. Onlar birbaşa bağlıda bütün onurğanın sümükləri saxlamağa. Bəs o əzələni dartılma variantıdır. Ən gözəl variant odur ki, siz onurğanı oynatdıqda, yəni ayaqlarınızı belə hərəkət, ayağı bir-birinin üstünə qoyub hərəkət elətdirdikdə, boynunuzda əksinə bütün əzələ sistemlərinin hamısı gözəl işləyir. Həkim, bəs onlara niyə ağrı verir bəzi insanlara? Bəzi insanlara gözəl fayda verir, bəzilərinə deyir ağrı verir bizə. Bu əksinə tam ziyansız və zərərsiz bir effektiv bir müalicə növüdür. Yəni burada hərəkət var. Hərəkət olan yerdə qan gələr. Qan gələn yerə can gələr. Atalar sözüdür. Biz burada ağrıyan insanlara müraciət edirəm. Kimin ki bədəni, yaşlı nənələr, insanlar, bəzən yaşlı olmaya da bilər, amma o insanların ki bədəni artıq ağrı verirsə, bilsinlər ki, bunların bədəni xamlayacaq. Ona görə 2 həftə, 3 həftə, 1 ay müddətinə siz şikayət eləməyin. Onu davam eləyin sadəcə olaraq. Saxlamasınlar. Bəli, saxlamadan davam eləyin ki, bədəniniz örgəşsin. Çünki o ağır bir sistemdir. Bütün sistemi işlənməyən oynaqların hamısını oynadır. Osteoxondroza super kömək eləyir. Məsələn, o el arasında deyirsiniz osteoxondroza və ya da radikulit falan, bel ağrıları. Bunlar çox gözəl təsir. Hətta bel qırıcalarını belə tədricən yığa bilərsiniz. Bel protruziyalar ki var, o qırıcanın balaca qardaşı. Onları da yığa bilərsiniz. Yəni uzun müddət bununla məşğul olan insanlarda bel qırıcasında yığılır söhbəti var. Davamlı olaraq məsələn ayaq qan dövranı yaxşılaşdırır. Prostat yaxşı olur, sidik cinsiyyət sistemi yaxşı olur. Böbrəklər yaxşı çalışır. Ən çox da mədə bağırsaq sistemi yaxşı çalışır. Bağırsaqda qəbizlik olmur. Yəni onlardan qaldıra bilir. Və eyni zamanda beyin qan dövranı yaxşılaşdırır. Bilirsiniz ki, son dönemdə hamıya deyirlər beyninizə qan getmir. Bu həqiqətdir. Yəni boyunda sürüşmələr olur bəzən. Beyin qan dövranı pozulmağından yaddaş pozulur, gözlərdə zəifləmə, qulaqlarda səs-küy yaranması və ilə axır və s.
Hətta qalxana bənzər bəzinin özünün problemini ortalığa çıxardan boyun 3-cü fəqərəsindən dolayıdır. Yəni boyundan qidalandığı üçün orada əgər bir kəskin sürüşmə falan varsa, zob dediyimiz şey orada da qidalanmanı zəiflədir və xərçəng xəstəliyinə qədər gətirib çıxarda bilir. Ona görə də tərcih eləyirəm, boyun hərəkətlərini daimi eləyin. Baş gicəllənməni aradan qaldıracaq, beyin qan dövranını yaxşılaşdıracaq. Və saydıqca bitməyən bunun faydaları vardır. Amma zərəri yoxdur. Bunu sizə deyirəm. Zərəri kim ki deyir ki, mən bunun ağrısını hiss edirəm falan. Bu əzələ xamlamasıdır. Əzizlərim, bunu yəni diqqətlə Bir müddətdən sonra inşallah keçib gedəcək. Mütləq şəkildə. Yəni 1-2 həftə, 3 həftə görürsünüz, tam özünüz istəyir, bədəniniz istəyir artıq. Gündə 100 dənədən başlayıb, məsələn, qaldın onu 1000 dənəyə qədər, 2000 dənəyə qədər. Oturmuşsan da, uzanmışsan, boş beşər pensiyadır nənəsən. Uzan ayaqları belə elə, qıçı başı belə elə, bədən hərəkət eləsin. O bundan qabaq kişilərə deyədilər, təsbih çör ki, o barmaqlarınız işləsin, heç olmasa da başqa yer işləmir, heç olmasa barmaqlarınız işləsin. Yəni hərəkət hər daima lazımdır. O təsbih də lazımdır. Ondan sonra bu turbo da lazımdır. Yəni bu təsbih də ona görə lazımdır ki, bizim bu baş barmağımız pastayan o mıncığı belə elədikdə, o təsbihi, onun masaj eləyirlər, beynimiz yaxşı işləyir deyə, ona görə. Boynumuz, bədənimiz, beynimiz yaxşı işləyir. Ona görə deyirlər ki, bunu eləyir. Yəni çox şeylər var ki, danışılasıdır, amma qısa müddət video çarxımız olduğuna görə izah eləməyə çalışırıq. Çox sağ ol, gözəl həkim. Allah sənə can sağlığı versin. Pərviz həkimi tanıtmağa ehtiyac yoxdur, amma onu tanıyır. Xalqın sevimli yəni həkimidir. Allah can sağlığı versin. Çox sağ olun. Allah sizdən razı olsun. Xalqımı sevirəm, həmişə xidmətindəyəm. Bilirsiniz, Bakı şəhəri Zabrat qəsəbəsində yaşayıram və öz evimdə də müalicə edirəm. Bəli, kim istəyir müraciət edə bilər. WhatsApp nömrəm var səhifəmdə, oradan müraciət edirəm. İndi buradan aşağıdan da Pərviz həkimin səhifəsini sabitləyəcəm. Kim istəyir girib özünə yaza bilər inşallah. Yəni ki, deyərəm ki, KT-ni və MRT-ni əvəz eləyən insandır. Bax əli ilə, vallahi düz deyirəm. Çox sağ olun, minnətdaram. Öpürəm,